düşərgələr insanların bir araya toplanması, birlikdə zaman keçirməsi, istirahət etməsi və yeni dostluqlar qazanması deməkdir. Lakin keyfiyyətli istirahət üçün düzgün məkan seçimi, yaxşı planlaşdırılmış proqram və düşünülmüş strategiya vacibdir. Yalnız bu halda iştirakçılar düşərgədən həqiqətən məmnun qala bilərlər. Belə düşərgələrdən biri də bu yaxınlarda 26-30 mart tarixləri aralığında Nabranda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkil etdiyi düşərgədir. Düşərgə üçün məhz Nabranın seçilməsi təsadüfi deyil. İştirakçıların rahatlığını təmin etmək və onların təbiətlə daha yaxın təmasda vaxt keçirməsinə şərait yaratmaq məqsədi ilə məkan kimi Nabran Təhsil İstirahət Mərkəzi seçilib. Nabran, Xaçmaz rayonunda yerləşən, Xəzər dənizi sahili və sıx meşəli əraziləri ilə seçilən ən məşhur istirahət zonalarından biridir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan tədbirdə 800-dən çox ittifaq üzvümüz cəlb olunub. Bir hissəsində 400 nəfər, ötən həftə artıq ikinci hissəsində isə 410-dan 430-a yaxın ittifaq üzvümüz, təhsil işçilərimiz əhatələnib. Düşərgənin birinci hissəsində Ali Orta İxtisas Kollec və Peşə Məktəblərinin müəllimləri, təhsil işçiləri bir araya gəldi. Eyni proqram intellektual oyunlar, maraqlı görüşlər, süni intellekt, istər açıq havada qutab bişirmədir. Bu bizim milli mətbəximizə aid olan yumurta boyamadır, rəsm məsələləri çəkməkdir. İkinci hissədə isə daha fərqli olan İlqar Fəhmi ilə bir görüş təşkil olundu. Çalışdıq ki, bu 5 gün ərzində bütün təhsil işçilərimizin maraq dairəsini əhatə eləyək, onların istirahətini, asudə vaxtlarını daha səmərəli keçirək. İştirakçıların düşərgə ilə bağlı fikirləri olduqca müsbət və diqqət çəkicidir. Onlar bu düşərgənin təşkilində əməyi keçən hər kəsə ayrı-ayrılıqda təşəkkür edir və təşəbbüsü yüksək qiymətləndirirlər. 5 gün davam edən düşərgə müddətində hətta yağışlı və soyuq hava şəraitinə baxmayaraq iştirakçılara göstərilən diqqət və xidmət xüsusi vurğulanır. Çöldə qutab bişirən xanımlardan tutmuş, restoranda xidmət göstərən personala, texniki dəstək verən mütəxəssislərə, xadimələrə və nəqliyyat xidmətini təmin edən sürücülərə qədər hər kəsin əməyinə minnətdarlıq ifadə olunur. Azərbaycan Həmkarlar Konfederasiyasının təşkil etdiyi bu Novruz düşərgəsində dincəlmək hamımız üçün çox xoşdur. Çox maraqlı anlar keçirdik. Yarışlar oldu, intellektual yarışlar, ondan sonra rəqslər, konkurslar. Hər dəqiqəmiz bizim əhatə olunmuşdu qayğı ilə, diqqətlə. Hər bir saatda bizə, necə deyirlər, qayğılar göstərilirdi. Və mən istəyirəm Gəncə Dövlət Universitetinin müəllim professor heyəti adından minnətdarlığımı bildirim bu təşkil üçün və bizi nəinki bax bura gəlməkdə, Gəncədən gəlməkdə, Bakıya gəlməkdə, Bakıdan yenə Gəncəyə getməkdə hər bir addımımızda konfederasiyanın qayğısını biz hiss elədik. Çox təşəkkür edirik. Həqiqətən mən Respublikanın demək olar əksər düşərgələrində, istirahət evlərində, sanatoriyalarında olmuşam. Amma bu Elm Təhsil Həmkarlar İttifaqının bu istirahət düşərgəsində birinci dəfədir olurdum. Çox xoşuma gəldi. Əvvəla səliqəlidir olduqca. İkinci demək mətbəxi olduqca zəngin və təmizdir. Əsas məsələ odur. Qida məhsulları, eyni zamanda bişirilən xörəklər, verilən digər məhsullar təqdirə layiqdir, xoşa gələndir və bütün istiqamətlərdə istirahət edənlər nəzərə alınıb və eyni zamanda təkcə mətbəx deyil, istirahət güşəsi kimi lazım olan bütün tədbirlər görülüb. Kontingent ziyalı kontingentidir, müəllimlərdir və burada böyük bir mədəniyyəti gördüm mən, insanların bir-birinə səmimiyyətini gördüm və demək olar ki, çox yüksək səviyyədə təşkil olunub və bu baxımdan əlbəttə bu Azərbaycan dövlətinin başçısı Cənab Prezident İlham Əliyevin sosial proqramına tam uyğun olan
bir tədbirdir. Çox yüksək səviyyədə təşkil olunmuş bir tədbir hesab edirəm və bu baxımdan da Respublika Həmkarlar İttifaqı Federasiyasına, elm təhsil işçiləri Həmkarlar İttifaqına öz təşəkkürümü bildirirəm. 4 gün ərzində bugün sonuncu günümüzdür buradayıq. Təəssüratlarımı bölüşmək gərəkirsə həqiqətən də Azərbaycan deməli təhsil mərkəzinə çox təşəkkür edirik ki, belə bir gözəl şərait yaradıblar ziyalılar üçün. Biz də buradayıq, bundan yararlandıq. Həmkarlar təşkilatına çox təşəkkür edirik ki, doğrudan da bu 4 gün ərzində çox diqqət göstərdilər, qayğı göstərdilər bütün müəllim professor heyətinə və bununla yanaşı burada çox gözəl intellektual oyunlar keçirildi və şair, yazıcı İlqar Fəhmi ilə gözəl görüşümüz oldu. Biz o görüşdən çox gözəl bəhrələndik. Demək olar ki, hər bir şey bütün işçilərindən tutmuş, hamısına bir-bir tək-tək təşəkkürümü bildirirəm. İştirakçılar üçün düşərgəni unudulmaz edən əsas amillər isə təbiətin yaratdığı xüsusi atmosfer olub. Baharın gəlişini xatırladan bənövşələr, buludlu səma, ocağın tüstüsü, gecələrin səssizliyində meşədən gələn səslər bu mühiti daha da fərqli və yadda qalan edib. Bütün bunlar iştirakçılar üçün həm istirahət, həm əyləncə, həm də yeni dostluqlar demək olub. Düşərgənin sonunda iştirakçılar təşkilatçılara və əməyi keçən hər kəsə təşəkkür edərək xoş təəssüratlarla tədbirdən ayrılıblar.